Salam aleykum değerli dostlar, değerli izleyiciler. Bu günler Binə qəsəbəsində sizlərə torpağın çıxarışı olan 2 mərtəbəli gözəl bir həyət evimizin dostlar çəkilişinə gəlmişik. Zəhmət olmasa səslə ola. Değerli izleyiciler, evimizin həyətinə rahat bir formada 4 dənə maşın daxil olması həyəti var. Qəşəng həyətində nar ağacı, tut ağacı və sairə meyvə ağacı kimi meyvə ağacları var. Evi qurğun gövdə eləmək olur. Həyət çox səliqəli. Yerləşmə yeri Binə qəsəbəsi mərkəzdə. Düz Ümid Uşaq Bağçasının yaxınlığında değerli dostlar. Çox gözəl bir ərazidə yerləşir. Hətta tutları belə yetişib biz nubar eləməmişik. İstəyirəm ki bunu bir... Belə yerdə bizim məşhur mahnımız var. Buyurun. Zəhmət sağ olun, olmasa Rövşən bəy, nubarını sağ da olun. eləyin Aşıq xanım. Deməli burada evin arkasına da keçmək olur. Zəhmət olmasa Aşıq xanım. Siz verin mən siz Yox, estağfurullah, buyurun. Bax burada evin böyrünə də keçmək olur. Verin mən göstərim izləyicilərə. Buyurun. Deməli dəyərli izləyicilər, baxın buradan evin böyrünə də keçmək olur. Arxa hissəsinə. Və digər tərəfini də sizlərə göstərəcəm Allahın izni ilə. Danışın. Deməli evin həyətində bax belə bir sancar qovşağımız var. Bax belə bir sancar qovşağımız var. Buyurun Aşıq xanım zəhmət olmasa. Buyurun. Burada əli yumaq üçün belə bir krantımız var. Gene de təkrar edirəm. Sənəd torpağın kupçası var. Kim istəsə evə də çıxarda bilər. Qaz sayğacı, işıq sayğacı, şirin dövlətin suyu, özdə şollar suyudur. Şirin su sayğacına qədər dostlar, hamısı mövcuddur. Burada göstərə də bilərik, özdə kartlandır. Və bura gördüyünüz kimi teras hissəsidir dostlar. Bax belə bir balkon hissəmiz var. Gördüyünüz kimi çox səliqəlidir. Oturmaq üçün belə bir yaxşı bir söhbətgah deyirlər və belə bir yerdir. Asmaları var. Aşıq xanım diqqət edəsiniz baxın. Bəli. Kamera çünki oyandadır. Siz telefona baxırsınız, mən danışıram, ona görə deyirəm. Burada belə bir kombimiz var. Hər bir şey hazır bir vəziyyətdədir. İndi birazdan telefon alacağım. Gəl keçəndə özüm göstərərəm. Deməli, burada belə bir toyuq damı var. Həyat üçün belə bir səliqəli yer ayırıblar. Və dostlar, burada da ki əl damımız mövcuddur ki, balon, banka, artıq nələr var, hamısını yığ, bura. Gəlin inşallah daxil oluruq evimizin içinə dostlar. Buyurun gəlin, Allahın izni ilə evin içini də sizlərə göstərim. Belə bir gördüyünüz kimi oturmaya yeri, evimiz böyük bir plaşatkadan ibarətdir. Sözünüz var Aşıq xanım? İzləyicilərinizi salamlayıram. Həqiqətən də bu arada avantajı nədir dəyərli izləyicilərimiz? 3 sot torpağımızı sənəti çıxarışdır. Evə də rahat bir şəkildə 360 manat rüsum ödəyərək alan bir şəxs paket kupçu edə bilər. Bəli, dostlar, onu da bildirmək istəyirəm ki, evimizin sayğacına olmağına baxmayaraq 3 fazadır. İşığımız 3 fazadan ibarətdir. Telefonla məşğul olun. Deməli, keçirik evimizin birinci mərtəbənin çəkilişini. Gəlin Allah'ın izniyle. Değerli izləyicilər, bax birinci mərtəbənin belə bir geniş, böyük bir zalı var. Bura yay üçün nəzərə alınır ki, qəşəng, səliqəli, Çox da sərindir. Çox da sərindir. Çox sərindir. Yeri istip oldu. Oturmağa yeri var, kuklavoy divan yeri var. Gəlin bura hələ. Əşyaların demək olar çox faizi evin içində qalacaq. Əvvəlcədən bildirmək istəyirəm, demək olar 50-50-yə saxlayır, hətta 60-ın 40-a saxlayır. Yəni onu da deyim. 60%-ni saxlayıb 40%-ni götürür. Onu da danışmaq olar, hətta qiymətdə də danışmaq olar. Qəşəng səliqəli. Buradan otdum, televizora baxdım. Mən bu sanki bu birinci mərtəbəyə girəndə bilirsiniz nə hansı evlər yadıma düşdü. Mən İranda çox olmuşam, Təbriz tərəfdə, Urmiya tərəfdə. Və onlarda evlərdə olmuşam. Eyni o İran evlərinin birinci mərtəbəsinin aurasını yaratdı. Və dostlar, gəlin bura. Burada da əlavə otaq eləmək olar. Və burada dostlar, birinci mərtəbənin ayaq yolu hissəsi və buradan hamam hissəsi. Buranı da göstərək, delfinləri ayıraq. Aha, все. Gördüyünüz kimi, burada hamam hissəsi. Dostlar, geniş, səliqəli, böyük. Bura bizim birinci mərtəbəmizin tanışlıq hissəsi. Orada toyuq cücə saxlar, həyəti bacası, geniş iri ev. Qiyməti
142.000 real alıcıya endirimi də var. Yəni ona kimi deyirəm dostlar, biləsiniz. Real söhbətdə qiymətdə endirim olunacaq. Yəni onu da deyirəm bilin. Burada istifolun xəttlərin hamısını gördüyünüz kimi bax bircə hamısı ötürülübdür. Xəttlərin şlanklarıdır və pilləkən taxtadan yığılıbdır. Qalxırıq Allahın izni ilə ikinci mərtəbəmizə. İkinci mərtəbəmizi də izləyəsiniz dostlar. Qəşəng ikinci mərtəbəyə qalxdıqda zəhmət olmasa gəlin Ayşə xanım. İkinci mərtəbəyə qalxdıqda belə bir iki dənə burada qapı görərsiniz. Biri burada balkona çıxır. Burada artıq ləvazimatlar, soğan, kartof nə lazımdır yığ getsin. Belə bir xüsusi yer ayrılır. Və dostlar burada da ki bu qapılarını örtün buraları. Qapılarını örtün. Görürsünüz koridordur. Giriş ikinci mərtəbə koridordur. Qəşəng proyekti var. Çox gözəl, mükəmməl proyekti var. İstəyirəm birinci gəlin böyük yataq otağına. Birinci böyük yataq otağını göstərim. Geniş, iri, mükəmməl, sərgəli belə birinci böyük yataq otağımız var dostlar. Çox gözəl. Sonra istəyirəm gəlin digər yataq otağını göstərim. Gəlin bura. Ayşə xanım, buranı göstərək. Mən qardaşlara deyim ki, keçsinlər bu bir tərəfə, zəhmət olmasa. Siz gəlin. Dəyərli izləyicilərimiz, əsasən də xanımlara səslənirəm ki, dəyərli xanımlarımız, istədiyiniz ölçüdə yataq dəstəni yerləşdirə biləcəyiniz belə geniş yataq otaqlarımız O mövcuddur. yataq otağı əllərləyə bilmirəm, hələ qalacaq qalmayacaq, amma buranı saxlayır. Yəni bu evin içində qalacaq, bu yataq otağındakılar. Özdə qəşəng, geniş, sərgəli. Plus, keçir indi o birisi yataq otağına. Gəlin bura. Burada digər bir yataq otağı. Gördüyünüz kimi otaqlar hamısı geniş. Bura girəndə adam bilsən hara gedir? Elə bir Parisə gedir. Bir dənə buna baxın elə. London, Paris, bütün bu tipardadır yəni ki, hamısı necə lazımdır, o birisi hissədə. Big Ben saatı zadı hamısı mövcuddur. Və evimizin mətbəxi. Gəlin bura. Dəyərli dostlar, dəyərli qardaşlar, dəyərli analar, dəyərli bacılar. Əsas evin xanımıdır da. Xanımlar, belə bir mətbəx mebeli böyük, geniş, iri, uqlavoy divan, yəni yerləşdirilib. Burada əməlli bildiyi qonaq yola sal. Gələn qonağın oldu, otağa salma. Elə buradaca yola sal geçsin. Hətta bunun aşağı mərtəbəsinə də mətbəx düzəldə bilərsiniz. O yekə olan yer var da, orada belə mətbəx düzəltmək olar. Qazı daimi, suyu daimi, şollar suyudur. Yəni burada da ki demək olar bunlar da qalır. Heç demək olar. Bu ərazidə yaşayanların ümumiyyətlə deyim ki, bizdəkilər də artıq 48-49 ildən, hətta 50 ildən də artıqdır bu ərazidə yaşayırlar. Bu Ümid evindən küçəyə girdin, Suraxaniyə tərəf gedən bütün turbaların hər birinə şollar suyu çəkilib. Bilməyənləri buradan xəbərdar eləyək ki, bu əraziyə Ceyranbatan suyu gəlmir. Bu əraziyə şollar suyu gəlir. Bir dənə buna baxın, xoruz quyruğu da. Bəli. Xoruz quyruğu. Bəhbəhlə içə biləcəyiz mükəmməl bir çay var. Dostlar, məncə belə bir şansı əldən qaçırtmamaq üçün ekrandakı əlaqə nömrələrindən əlaqə saxlayın. Gəlin belə bir gözəl eviniz olsun. Hələ bunu sanitar qovşağına baxın, ikinci mərtəbə sanitar qovşağına. Qəşəng kafel metlaqla yığılır. Su da Və Rövşən bəy, ev var ki, aurası insanı boğar, ev var ki, gözəl aurası var. Həmin o gözəl auralı evdir ki, insana gəldir. İnsan daxil olduğu zaman heç getmək istəmir. İstirahət adı burada. Sərin evdir, havalı evdir, günəş düşən evdir. Ən əsasda bilsən kimlərə səsləyirəm? Bəli. Bakıda olan Bakının qədrini bilmir. Mən Rusiyada yaşayan Azərbaycanlılarıma səslənirəm. Almaniyada yaşayan Azərbaycanlı vətəndaşlarıma səslənirəm. Xarici ölkələrdə bəhs edin. Da bu dünya malı var ha. Nə qədər qazansan da xeyri yoxdur. Bir o qədər də xərclənib gedəcək. Gəl bir dənə ev al. Ailən, nəvən, nəticə, uşaqları yığ başa. Bundan sonra qalan həyatı vallahi yaşa Azərbaycan, yaşa.